olmaqdır. Mən təklif edirəm bu məsələdə bir balaca ehtiyatlı olaq, xüsusən təhqiramiz ifadələrdən istifadə eləməyək. Mənim yadımdadır, bu məsələ ilə bağlı bir neçə saytda gördüm, özdə tanınmış, yəni kifayət qədər oxucu auditoriyası olan saytlar belə yazmışdı ki, Kamal Abdulla qadınları təhqir elədi. Yəni burada təhqir nə gəzir? Qadınlar haqqında bir fikir var. Yəni mən qadını ana kimi ailədə daha güclü görürəm fikri, qadın haqqında təhqir deyil. Aşağılama ola bilər necəsə, yəni hüquq bərabərliyini deməli görməzdən gəlmə ola bilər. Amma gəlin bir faktı da etiraf eləyək ki, Azərbaycan kişilərinin 99% belə düşünür. Vəzifəsindən, tutduğu postdan və tərbiyə aldığı mühitdən asılı olmayaraq biz patriarxal cəmiyyətik, avtoritar cəmiyyətik, evdə kişi hakimiyyətini qəbul eləmişik. Kamal müəllimin üstünə gedən bütün insanlara İsa Məsihin o ifadəsini xatırladıram ki, birinci daşı günahı olmayan atsın. Oturun, birinci öz ailənizə və öz çevrənizə baxın. Yəni, bu hamıya aid deyil təbii ki. Siz orada mütləq şəkildə kişi hakimiyyəti görəcəksiniz və həmin kişilərin mütləq əksəriyyəti öz ətrafında olan xanımların üzərində bir nəzarət mexanizmi saxlayır və söz-sözə də gələndə deyir ki, biz Azərbaycanlıyıq. Milli mentalitetdən bütün günü efirlərdə danışırlar, üyüdüb tökürlər. Budur da, bizim milli mentalitetdə qadın və kişi bərabər deyil. Əgər bərabərdirsə göstərin. Bəli, İslamdan gələn qadağalar tərəkəmə, elat mədəniyyətində, Azərbaycan xüsusilə Nizami Gəncəvinin əsərində də var. Elat mədəniyyətində daha yumuşaqdır. Yəni orada qadın daha azaddır. At minir, silah oynadır. Bizim tariximizdə də bu var. Ancaq heç vaxt Azərbaycanın heç bir tarixində qadınlar de facto olaraq kişilərlə bərabər olmayıb və bərabər tutulmayıb. Sadəcə bir misal deyəcəm. Bizim yazıçı deyirəm mən, Nobelli yazar Orxan Pamuqa belə soruşmuşdular ki, sən feministsən. O demişdi ki, bir türk kişisinin feminist olması absurddur. Yəni, mən durub bir türk kişisi olaraq desəm ki, feministəm, deməli, qeyri-səmimiyəm. Elementar bir test keçirək. Azərbaycanlı kişi, məsələn, oğlu evə gec gələ bilər. Məsələn, 12-dən sonra, 2-də, 3-də. Uzaqbaşı biraz narahat olar, ona deyər ki, bir daha evə gec gəlmə. Ancaq qızı əsla gec gələ bilməz. Xanımı əsla gec gələ bilməz. Kişi evə xəbər vermədən səhərə qədər gedib hardasa qala bilər. Qadın eləyə bilərmi bunu? Yəni, gəlin səmimi olaq, səmimi etiraf eləyək. Sadəcə Kamal müəllim kamera qarşısında bu həqiqəti dilinə gətirdiyi üçün insanların hədəfinə çevrilib.